Bu gördüyünüz iki xətli elektrik dövrə kəsicisidir. Bəs bu? Bu təhlükəsiz söndürmə cihazıdır. Aranızda rus dilində elektrik dərsinə qulaq asanız varsa, uzun sözünə rast gəlib. Təhlükəsiz söndürmə cihazı, yəni uzun nə üçündür? Təhlükəsiz söndürmə cihazı dövrəni qısa qapanmadan və yüklənmədən qoruya bilmir. Təhlükəsiz söndürmə cihazı şəbəkədə indikator rolunu oynayır. Yəni cəryanın şəbəkənin əsas hissəsindən axmasına nəzarət edir. Kənar yollarla axınını müəyyənləşdirir. Əgər müxtəlif elektrik avadanlıqlarında və ya naqillərdə cəryan sızması varsa, onda o buna reaksiya verir və dövrəni dərhal əsas hissədən ayırır. Əgər mənzildə olan bütün elektrik cihazlarını işə salsaq, yəni bilərəkdən dövrəni maksimal yükləsək, bu halda təhlükəsiz söndürmə cihazı əgər əlavə elektrik açarı olmasa, dövrəni şəbəkədən ayırmayacaq. Dövrədə olan hər şey təhlükəsiz söndürmə cihazı daxil olmaqla sıradan çıxacaq, yəni yanacaq. Bu səbəbdən təhlükəsizlik söndürmə cihazından əlavə dövrədə mütləq elektrik dövrə kəsici olmalıdır. Təhlükəsizlik söndürmə cihazı elektrik dövrə kəsici ilə qarşılıqlı çalışır. Elektrik dövrə kəsici dövrəni qısa qapanmadan və çox yüklənmədən, təhlükəsiz söndürmə cihazı isə dövrəni cəryan sızmasından qoruyur.